Mən Şəki rayonu Yeni Səlabxan Köşkünar qəsəbəsində hal-hazırda yaşayıram. Abdullayev Əbdülnur Qaramoğlu. Mənim hal-hazırda şikayətim onunla bağlıdır ki, 2024-cü ildə Dövlət Məşğulluq Agentliyi tərəfində bizim ailəyə 21 baş heyvan verilmişdi. O 21 baş heyvanın ikisi tələf oldu, 19'u da xəstə idi. Hətta bununla bağlı Nazirliyin nümayəndəsi də gəldi, gördü ki, həqiqətən də bu heyvanlar xəstədir. Bu heyvanları qaytarıb apardılar ki, sizə heyvan gətirəcək. Düzdür, bizə 2 dəfə heyvan gətirdilər. Həmin o heyvanlar da xəstə idi. Çünki mən bu heyvanları götürəndə nə qədər xərc çəkmişəm, apteklərdə nə qədər dava dərman almışam. Mən buradan ölkə rəhbərinə, cənab prezidentə xahiş edirəm ki, bizə bir köməkdarlıq eləsin bu məsələ ilə bağlı. Şəki rayonunun Məşğulluq İdarəsinin müdürü Abdullah Kərimov dəfələrlə məni alladıb ki, yuxarılara şikayət eləmə, sənin problemini həll edəcəm. Bunun da həmin bu Şəki rayonunun Məşğulluq İdarəsinin müdürünün arxasında keçmiş Şəki rayonunun prokuroru Mehman müəllim arxasında durmuşdu. Bu adam hər cür işlərlə məşğul olur, rüşvətxorluqla məşğul olur. Bu adam bizi incidir. Hətta bu adam haqqında bəlkə də yuxarı orqanlara 100-dən çox məktub yazmışam. Mənim məktubuma düzgün cavab verilmir. Məktublara ancaq eyni məzmunda məktublara cavab verilir. Bu qədər bax, mən məktublar yazmışam. Mənim məktublarıma niyə dövlət tərəfindən, yuxarı orqanlara yazdığı məktublara niyə düzgün cavab vermir? Mənim yazdığım məktublar Şəki rayonu prokurorluğa göndərir. Orada da Mehman müəllim, Abdullah müəllimin Məşğulluq İdarəsinin müdürü Abdullah müəllimi Şəki rayonunun prokurorluğuna tapşırıb, buradan düzdür vəzifədən gedibdir, başqa rayonun prokurorluğu təyin olunubdur. Hal-hazırda mənim yazdığım bütün ərizələr də Şəki rayonunun prokurorluğunda dəfin olunur. Onu da orada dəfin eləyən kimdir? Çünki Abdullah Kərimova heç bir məmurun gücü çatıb bu adam haqqında tədbir görmür. Bu da belə bunu da araşdırsarlar ki, Abdullah Kərimov da elə Ramiz Mehtiyevin adamıdır. Bu da Şəkidə, bu da ikinci Ramiz Mehtiyevdir. Gör nə qədər güclüdür ki, bu Abdullah Kərimovun haqqında bir tədbir görən yoxdur. Mən cənab prokuror, cənab prezident, xahiş edirəm, bu adam haqqında bir tədbir görün. Bu adama deyən yoxdur ki, sən o saxta sənədləri hansı imzalarla işləyirsən, saxta arayışları verir insanlara, imza attırır. Xahiş edirəm, bu haqda, bu bəyin haqqında bir tədbir görün. Mən çıxılmaz vəziyyətdə qalmışam. 100-dən çox məktublar yuxarılara müraciət eləmişəm. Niyə? Biz hansı təşkilata müraciət eləyək ki, bizim məsələmiz, problemimiz həll olunsun? Mən Abdullah Kərimovun dəfələrlə yanına da getmişəm. Mənə alladıb ki, ay vətəndaş, yuxarılara şikayət eləmə, sənin problemin həll olunacaq. Ona görə mənə hələ formu alladırmış ki, Şəki rayonunun prokuroru, keçmiş prokuroru Mehman müəllimin ona arxalanmışdı. Çünki onunla əl bir idi. Yəni bu Abdullah Kərimovun ötəsində Şəkidə heç bir məmur tədbir görə bilmir. Belə başa düşülür ki, bu da Ramiz Mehtiyevin kadrıdır, bu da bunun adamıdır. Yenə də deyirəm, bu ikinci Ramiz Mehtiyevin, Şəkidə olan Ramiz Mehtiyevin hökumət qurumlarından, yuxarı cənab prezidentdən, Milli Məclisin sədrindən, bizim Laçın rayonunun deputatı Rövşən müəllimdən xahiş edirəm, bu adam haqqında bir tədbir görün. Biz Azərbaycanda elə bir yer qalmayıb ki, biz ora müraciət eləməyək. Bütün əlimdəki nə qədər ərizələr, 100-dən çox məktublar göndərmişəm, bizə düzgün cavab verilmir. Biz hara müraciət eləyək? Abdullah Kərimovun həmin bu idarə yoxlanılsa, çox şeylər üzə çıxacaqdır. Milli Təhlükə Nazirindən xahiş edirəm. Gəlin də bu xahiş edirəm, mənim gəlin yoxlayın, görün bu idarədə vəziyyət nə cürdür. Abdullah Kərimov burada elə bir qanun yaradıb ki, hətta Abdullah Kərimovun qəbuluna, bu son vaxtlarda qəbuluna da düşmək olmur. Çünki o adam qəbul eləmir. İnsanları bilirsiniz necə? İnsanları ələ salırlar. İnsanlarla məzələnirlər bunlar. Bu Abdullah Kərimovun yenə deyirəm, mən bu adamın haqqında əgər başqa bir yer varsa, deyin mən ora müraciət edeyim, bizim bu problemimiz həll olunsun. Biz artıq səbir kasamız dolu verim. Mən yenə deyirəm, yuxarı orqanlarda, cənab prezidentdən, baş prokurorluqdan, Milli Təhlükə Nazirindən xahiş edirəm,
Bu Şəki rayonunun Məşğulluq İdarəsinin müdürü Abdullah Kərimovun haqqında bir tədbir görün. Bu Abdullah Kərimovun arxasında Şəki rayonunun keçmiş prokuroru Mehman Xançiyev durubdu. Düzdür, Mehman Xançiyev burada hal-hazırda vəzifədə olmasa da başqa rayona prokurorluq gedibdi. Yenə də bu adamı tapşırıb Şəki rayonunun prokurorluğuna tapşırıbdı. Yenə də Abdullah Kərimova yəni söz deyən yoxdur. Bu Abdullah Kərimovu bunu bir başa salan yoxdur ki, sən bu vətəndaşı niyə incidirsən? Mən artıq dərəcədən xahiş edirəm dövlət orqanlarında. Bu Abdullah Kərimov özünü harda hiss eləyir? Başqa planetdə hiss eləyir. Bu adam özünü harda hiss eləyir? Xahiş edirəm bu Abdullah müəllimi həmin o idarəni yoxlayın. Görüm nəylərlə qarşılaşacaqsınız, nələr üzə çıxacaq. Saxta sənədlər vermək. Ancaq bütün orada ancaq öz qohum əqrəbəsinin, tanışlarının problemini həll edir. Mən haqqımı tələb edirəm də. Başqa nəsə istəmirəm ki, Abdullah Kərimovdan ev istəmirəm, pul istəmirəm, var dövlət istəmirəm ki, dövlətin ayırdığı kənd təsərrüfat heyvanı verirlər də bu istəməyən adamlara da, imkansız adamlara verirlər. Bizə də bu heyvan verilibdir, xəstə çıxıbdır, qaytarıbdılar ki, sizə təzədən heyvan gətirəcək. Düzdür, 2 dəfə heyvan gətirib, biz o heyvanları götürməmişik. Niyə götürməmişik? Harada xəstə heyvanlar var, onu da Abdullah Kərimov eləyir onu da.